sükan arxasında olduğumuz halda qarşıdan gələn nəqliyyat vasitəsini idarə edən sürücünün adekvat olub-olmadığını necə müəyyənləşdirə bilərik? Təbii ki, bu gündüz vaxtı üçün keçərli deyil. Sutkanın qaranlıq vaxtı bu yöntəm sizə kömək ola bilər. Misal üçün, qarşıdan gördüyünüz kimi uzaqdan avtomobil gəlir və onun işıqları hal-hazırda mən görürəm, elə kameradan da düşür. Mən bilmirəm, o sürücü hal-hazırda adekvatdır, yoxsa yox. Bunu necə müəyyənləşdiririk? Hal-hazırda yaxın vuran işıqlardan istifadə edirəm mən. Yəni, sürücü dilində buna biliş işıqlar deyirik. İndi qarşıdan gələn nəqliyyat vasitəsinə uzaq vuran işıqların vasitəsilə siqnal verirəm. Gördünüz, qarşılıq verdi. Bir də verirəm. Qarşılıq verdi. Bir də. Demək ki, sükan arxasında əyləşən sürücü adekvatdır. Təbii ki, o mənim ona nə üçün uzaq vuran işıqlardan istifadə edərək siqnal ötürdüyümü bilmədi. O elə düşündü ki, mən onun uzaq vuran işıqlarla hərəkət etdiyini düşünürəm və ona uzaq vuran işıqları, yəni dalini söndür məlumat ötürürəm. Ancaq xeyr, baxın, uzaq vuran işıqları yandırdım. Aha, bir də qarşılıq gəldi. Demək ki, o, yenə də deyirəm, o sürücü bilmədi mən onu nə üçün elədim. O elə fikirləşdi ki, yəqin ki, onun işığı mənim gözümü qamaşdırır və mən ona işıqlarını söndürməsini bildirirəm. O da mənə uzaq vuran işıqlarını yandıraraq məlumat ötürür ki, yoldaş sürücü, mən uzaq vuran işıqlarla hərəkət etmirəm. Zaten yaxın vuran işıqlarla hərəkət edirəm. Buyur, bax, uzaq vuran işıqlar bunlardır. O məqsədlə uzaq vuran işıqlarını yandırdı. Ancaq mənə lazım olan o deyildi. Mənə lazım olan o sürücünün adekvat olub-olmamasıydı. Ki, o anında əgər reaksiya verdisə, demək ki, ayıqdır. Təlaşlanmağa lüzum yoxdur. Ancaq qarşılıq vermirsə, onda işlər dəyişir.